وذكر فإن الذكرى تنفع المؤمنين. Əgər qardaşlardan nəsə sual varsa, bildiyimizdən köməkli eləyək, sual versinlər. Misal üçün, hər hansı bir əməli eləyəndə əməlin başlığında ixlaslı olursan, sonra misal üçün əməlin sonunda riya sənə gəlsə və sonra da peşman olsan, o əmələ görə savab yazılır mı adamın? Əməlin sonunda riya gəlir. Yəni, İnsan mücadilə eləməlidir. Əgər riya ilə mücadilə eləyirsə, mübarizə aparırsa, o bilir ki, ona artıq riya gəldi, özünü göstərməyə başladı və s. eşitdirməyə başladı əməllərini. Başlayır mübarizə aparmağa. Əgər mübarizə aparırsa, əlhəmdülillah, o əcri götürür. Yox, mübarizə aparmır, o riya ilə də davam edirsə, o əməldən savab götürür. Doğrusun Allah. sonra misal üçün bir adam bəzi əməlləri riya üçün eləyib, sonradan peşman olub, tövbə edib. Onda o riya elədiyi Xeyr, əvvəlki əməllərə görə Allah bilir, savab qazanır. Çünki şirklə bir yerdə, riya ilə birlikdə olan əməl qəbul deyil. Allah bilir. Amma o qazandığı günah silinir. Çünki riya varsa, o savab yox, günah qazanır. Tövbə ilə o günah ondan silinir, amma savab gəlir. Yəni, sırf Allah üçündür. Amma müəyyən bir vaxt çəkib, başdan özündən asılı olmayaraq da o əməli kiminsə yanında danışsan. Yəni, sənin orada niyyətin özü kiməsə göstərmək, kiminsə yanında nəsə olmaq deyil də. Amma belə özündən asılı deyil, danışırsan və birdən orada ola bilərmi ki, o gizli riya olsun, ya... Allah aləm, insan özü bilir əslində onu. Danışandan sonra da və yaxud da danışmamışdan insan özü bilir. Əgər insan salih əməllərini ibrət üçün danışırsa, məsələn, gecə namazına qalxandır, bilir ki, hansısa qardaş gecə namazına qalxmır. Deyir, əxi canımızın, gecə namazına qalx və s. Fəzilətlərindən danışır. Məsələn, qardaş deyir ki, yorğun gəlirəm işdən və s. Onda öz əməlini aça bilər ki, məsələn, əxi, mən də işdən yorğun gəlirəm, bax, amma belə eləyəndə olur və s. Ona ibrət üçün, ona tövsiyə üçün açmaq istəyirsə, bunda bir şey yoxdur. Əksinə, bu dəvət üçün lazımdır. Amma əks halda olmaz. Əks halda olunan əməlin də günahı gedir, savabı gedir də. Allah aləm, yenə bayaq dediyim cavabı qayıdacaq. Mübarizə aparırsa, savabı getmir. Mübarizə aparmırsa, onda savab qazanmayacaq. Allah razı olsun. Əmin. Amma niyyətində nə dəvət üçün olmuyor, nə də özünü göstərmək üçün olmuyor. Sadəcə mövzu açılıb, mövzu elə yerə gəlib ki, hansısa bir əməli açılıb, deyib. Sonradan fikirləşir ki, məsələn, mən əməlimi açdım. Etməz, zaten o artıq narahatdır açdığına görə. O zaten ixlaslıdır, sadəcə mövzu gəldi, açdı, heç bir şey yoxdur yəni. Aydın. Aydın da aydın. İnşallah bir şey yoxdur. Sadəcə nəzarətdə saxlamaq lazım ki, çox vaxt olmasın. Bəzən görürsən ki, birdən çıxır nəzarətdən, belə özündən asılan, beləsə, və yaxud hansısa bir qardaş oturur, söhbət elədiyi yerdə şeydir, sonra belə, bu belə baxırsan ki, o eləmək istəyən adam deyil də, prosta açıldı, danışdı. Eyb etməz inşallah. Yəni, orada inşallah ki, gizir riya, yəni keçməsə, o niyyət o deyil. Ki, kiməsə nəsə bir üstünlüyü, nə bilim, nə. Yoxdur inşallah kesin. Amin. Bir də qardaş sual verir. Bəli, bəli. Sən məsəl üçün namaz qılırsan, namazdan məsəl üçün niyyətli Allah üçün qabaqca namazdan qabaq deyirsən ki, niyyətimi Allah üçün edirəm. Amma bir də görsən namazda konkret vəsvəsələr gəlir də. Bu yəni elə qılınan namaz səhih sayılır yoxsa? Bayaqki sualın cavabıdır. Yəni qardaş deyir ki, namaz qılırsan, namazın ortasında əvvəldə ixlaslı idin. Namazın ortasında artıq vəsvəsələr gəlir. Məsələn, məscidə girdin, namaza başladın, qapının səsini eşitdin ki, qapı açıldı, kimlərsə girdi məscidə. Əvvəl biraz surətli qılırdın, başladın artıq səliqə ilə qılmağa və s. uzatmağa namazı. Artıq bu riyadır. Amma yenə deyirəm, bayaqki cavab aiddir bu suala yenə də. İnsan sonradan fərqinə varar, mübarizə apararsa ondan, inşallah ona riya yazılmayacaq. Amma mübarizə aparmazsa o gələn hisslə, davam edərsə o cür gözəlləşdirməyə və s. özünü
göstərmək üçün riya yazılacaq. Ona Mən günah çalışıram məsəl üçün namaz qılanda çalışıram fikirləşəm ki, o məsəl üçün o qiyamət günün vəziyyətinin zadı, yəni oradakı əzabları zadı, yəni elə fikirləşmək olar namazda. Yəni. Allahu aləm yox. Yəni namazda qiyamət günü verilən əzablar yox, oxuduğun ayələr düşünülməlidir. Hansı ayələri ki oxunursa, o ayələrin mənası. Ona görə ərəb dili bilmirsinizsə də heç olmasa mənaca tərcümədən oxuduğunuz ayələrini öyrənin. Hətta namazın nə oxuduğunuzu düşünün. Xoşu odur. Yəni namazda məsələn cənnətdə verilən nemətlər və ya da orada veriləcək əzablar düşünülməməli. Bəzən də olur ki, namazı qılırsan, özün özəlsən ki, sıra uzun qılacaq. Bir də baxsan ki, kimsə gəldi, deyirsən, sonra bu deyəcək ki, bu nə olacaq, başlaysan tez-tez qılmağa. O da məncə şeytanın vəsvəsəsidir. Hə? Bu çox mühüm sualdır. Təxmin edirdim ki, belə bir sual gələcək, onu gözləyirdik. Çox mühüm sualdır. Alimlər qeyd edirlər ki, salih əməli necə ki, başqalarına göstərmək üçün etmək şirkdir, riyadır. Salih əməli başqalarının gördüyü üçün qorxub tərk eləmək də həmçinin riyadır. Məsələn, gecə qalxdın ibadət üçün, getdin dəstəmaz almağa, məsələn, gördün ki, məsələn, ev əhli səni gördü dəstəmaz alanda. Əslində niyyətin onlara göstərmək deyil, dəstəmaz alıb gedib ibadət etməkdir. Sən fikirləşsən ki, ev əhli məni gördü, riyakarlıq edəyərəm birdən, dəstəmaz yox, əlvi yuyub gedib yatsan, bunun özü riyadır. Madəm sənin əvvəldə ixlaslı idin, əməlvə davam edirsən, dəstəmazı alırsan və namazını qılırsan. Kim baxır, baxsın. Misal, məsciddəsən, getmişsən məscidə, vaxt namazı, cəmaata çatmamsan, namazı qılırsan, çəkilmişsən bir kənara, deyək ki, qalxmışıq ikinci mərtəbəyə, sakitcə namaz qılırıq. Yəni, niyyət var ki, biraz uzun qılım, biraz içim sakitləşsin, huzur şeyləməksən. Baxırsan ki, yana 2-3 nəfər gəldi. Məsələn, olur da insan deyirsən ki, qoy tez qılım, sonra deyəcəklər ki, bu özünü göstərir. Onun özü bir riyadır. Onun özü bir riyadır. İnsanlar üçün əməl etmək riya olduğu kimi, insanlar üçün əməli tərk etmək də riyadır. Hə, ilk əvvəldən niyyət nə isə elə necə etsə, onu da davam edirsən. Allah bərəkət. Dəyişsə artıq riyadır. Dəyişməməlidir. Necə idi, o cür olmalıdır. Sən riyadan qorxub, amma riyaya düşürsən. Bəli, bəli. Orada riyaya düşməyəsən, deyən şeysən, amma riya gəlməsin, amma riyaya düşmüş olursan. Gizlin riya gedir, değil mi? Bəli. Allahu aləm. Gizli, Allahu aləm. Qıraqdan ona deyirlər ki, sən düz qılırsan da, yəni. Bir qardaş ona dedi ki, sən bu vəsvəsəni tərk elə, yəni ki, lap sən az qılsan da, sən onu, yəni düz o namaz səhih sayılacaq da, yəni o şeytan dediyin əksinə elə deyir, əksinə. O nə qədər doğru? O aləm, yox. Yanaşma o cür olmamalıdır. Yanaşma, əgər sən şübhəyə düşmürsənsə, vəsvəsəyə getmək lazımdır. Yəni, insan özü bilir. O vəsvəsə edir həqiqətən, yoxsa həqiqətən yəni, unudur. Unudursansa həqiqətən, vəsvəsə isə tərk etmək lazımdır. Əgər həqiqətən də unudursan, qarışdırırsansa, tapanmırsan, 3 idi yoxsa 4 idi. Burada birincisi, ehtimalla baxırsan. Ən çox ehtimalı nəyə verirsənsə, onu götürürsən. Məsələn, deyək ki, 70% birinə verirsən, 30% birinə. 70% ehtimal hansı isə onu götürürsən. 60 hansı da onu götürürsən. Əgər 50-nin 50 olsa səndə fikirdə, ayırt edəmirsən, hansınasa üstünlük verəmirsən, alimlər deyirlər ki, onda azı götürürsən. 4-mü, 3-mü azı götürürsən, əgər heç bir nəticəyə gəlmir. 3-ü götürürsən və bir rükət əlavə qılırsan. Elmə və imana nəzər verə Allah var. Deyə bilərlər. Bəli, deyə bilər. Nemətlərə nəzər dəyib, o da bir nemətdir. Deyə bilər. İnsan çox çalışqandır və s. Elm öyrənir, neyini, xeyir işlərdə öndədir. Bəli, ona paxıllıq ola bilər, həsəd ola bilər. Həm də sadəcə Allahın izni olmadan o səhzələr vermir də, səbəblərdən yapışmaq lazımdır, dualar dinləmək lazımdır, qorunmaq üçün. Allah. Bəli, bəli. Elə ki, bir insan yaxşı əməli göstərir və həmin o insan həmin o əməli eləyir. Misal üçün deyir ki, oruç tut, misal üçün də 4-cü gündür. Həmin adam da oruç tutur. Amma o deyən adam oruç tutmadı, o həmin savabı qazanır, nəsə o hədisə oxşar. Yəni bir insan bir əmələ təşviq edir, amma özü onu eləmir. Bu da sual. Özü eləmir, misal üçün bir sünn əməldə. Bəli, bəli. Məsələn, bir həmin insan, savabı yoxsa? bəli, bir insan məsələn duha namazını qılan deyil.
Özü qılanmır. Amma başqalarını təşviq edir ki, duha namazın fəziləti budur, budur. Və o insanlar da təşviq etdiyi insanlar duha namazını qıldığı müddətcə ona da eyni savabdan gedəcək. Məsələn, gecə namazını qalxıb qıla bilmir, səhhəti narahatdır və yaxud da tənbəllikdən fərq eləmir. Hər bir halda qılmır gecə namazı. Fərq eləmir, hansı səbəbdən olur. Amma insanları gecə namazına təşviq edirsə, kimlər gecə namazı qılacaqsa o da savabı qazanır. Bəli. Osman, o sünnəni tərk eləməyin özü də sünnədir. O nə vaxt olur? Necə yəni sünnəni tərk etmək özü sünnədir? Məsələn, Allahu aləm. Allahu aləm. Sual tam aydın deyil, amma sünnən bəli. Sünnə əməllər var ki, Bəli. daxildə sünnədir. O sünnə əməllərdən həmin toplumda o etdiyin sünnə əməl bitməyə çıxar. Bəli. Bitmə çıxar. Sən niyyətin bu da sünnə əməl etmək. Bəli. Hansısa bir əməldə xırda bir savab qazanmaqdır. Amma sən bu etdiyin xırda əməl arkasında böyük Aydındır, aydındır, yəni aydındır. o halda o əməli tərk etmək savab verir yoxsa? Əlbəttə savab verir. Osman, buna bənzər bəzi misal üçün sünnə əməllər var ki, daimi misal üçün rəayət olunur, məscidlərdə və yaxud belə. Və bəzi qardaşlar o daimi əməl olunan o sünnə əməllər ki var, onları artıq fərz kimi qəbul edir. Hətta çoxdan ibadət edən qardaşlar, misal üçün oturaraq su içmək. Yəni bu çünki yəni uzun müddət ibadət edən qardaşlar var ki, misal üçün bunun artıq yəni fərz yoxsa sünnə olduğunu aid edə bilməyəcək misal üçün həddədlər. Bu sırf bu yanaşmaya görə ara-sıra misal üçün yəni bu sünnələri yəni çox nadirən də olsa tərk eləmək olar, olmaz. Allahu aləm, yəni sünnələri tərk etmək hərdən ki, insanlar bunu fərz kimi başa düşür. Allahu aləm. Fitnəyə səbəb. Ehtiyac yox. Amma fitnəyə səbəb olacaq, fitnəyə səbəb olması başqa bir sualdır. İnsanlar fərz kimi anlayar, bu başqa sualdır. Fitnəyə səbəb olursa, zaten etmək olarmı sualı səhvdir. Tərk etmək lazımdır o əməli. Əməlin özü sünnədir. Amma bu yerdə onu etmək fitnəyə səbəb olacaqsa, onu tərk etmək olarmı sualı səhvdir. Onu mütləq tərk etmək lazımdır elə. Çünki şəriətimiz fitnə fəsad törətməkdən çəkindirib. Olmaz. Amma insanlar elə başa düşürlər ki, artıq məsələn sünnə əməlləri fərz kimi başa düşürlər. O Allahu aləm, ona görə sünnə əməlini tərk etmək lazım deyil. Dəvətlə baş salmaq lazımdır ki, bu sünnədir. Amma ona görə mən sünnəni tərk edim ki, insanlar fərz kimi başa düşər birdən, ehtiyac yoxdur. O Muhammed sallallahu əleyhi və səlləmdə idi. Bəzi əməlləri tərk edirdi. Nəyə görə? İnsanlar fərz kimi başa düşər deyə yox. Orada hikmət nə idi? Vəhiy zamanı idi. Allah subhanahu teala nafilə olan bir şeyi insanlar toplu şəkildə məsələn təravihin qılınması kimi. Muhammed sallallahu əleyhi və səlləm birinci gecə çıxır, ikinci gecə çıxır, insanlar yığılır. Üçüncü gecə çıxmır məscidə. Evində qılır. Cəmaət gəlir, baxır ki, Muhammed sallallahu əleyhi və səlləm çıxmayıb, dağılırlar. Muhammed sallallahu əleyhi və səlləm deyir ki, bunu mən qorxduğum üçün deyir tərk elədim ki, Allah subhanahu teala ümmətimə fərz edir bunu. Vəhiy davam edirdi və insanlar toplaşdıqca Allah sana fərz eləməyindən qorxub tərk elədi. Bu başqa bir şeydir. Allahu aləm. Yəni sünnələri insanlar fərz kimi başa düşər, qorxusu ilə tərk eləməyə ehtiyac yox. Et o sünnəni və insanları da dillə başa sal ki, bu sünnə. Allah olsun. Bəli. Bizim örfə görə tamamilə fərqli. Kişilər topuq örtməlidir, qadınlar. Yəni ondan sonra başlayırlar sonra şey eləməyə. Söz söhbət çıxardılar, nə bilim nə edirlər. Və bəzən görsən ki, qardaşlarımız o söz söhbət olmasın deyə və yaxud da nəsə başqa bir qanqaraçılıq çıxmasın deyə, fitnə çıxmasın deyə o sünnəni tərk edirlər. Bəli. Yəni bu da həmin qardaşlara nə nəsihət edirsiniz? Allahu aləm, bu kimi şeylərdə o şeylər ki, vacibdir. O şeylər ki, vacibdir, onları tərk etmək insanların qınağından qorxub olmaz. Və həmçinin o şeylər ki, şəriətdə haram edilir, insanlar qınayar deyə onu qeyd eləmirsən. Məsələn, isbal böyük günahlardan. Kim isbalını topuqdan aşağı endirərsə, böyük günah edir. Və mən böyük günah edim, insanlar fitnə çıxartmasın. Belə bir şey yox. Allah subhanahu teala asi olunan, qarşı çıxılan heç bir şeydə məxluqa itaət yox. İtaət eləmir. Kim narazıdır,
Biz də ondan Bəzən biz də görürsən, ondan valideynlər narazıyıq. adamı sıxır. Məsələn, bəzi qardaşlarımız var ki, valideynlər sıxır, saqqal uzatdığına görə, Allahu isbal aləm. saxladığına görə. Valideynlər bizim başımızın tacıdır. Şəriətimiz bizə əmr edir ki, hətta valideyni uf belə demə. Hansı məsələlərdə amma Allah Subhanahu başqa ayədə deyir ki, əgər valideynin səni şirkə çağırsa, ona itaat edəm. Yəni bunu cəm eləmək lazım. Biz valideynə itaat edirik hər bir şeydə. Valideynə uf belə demək olmaz. Amma o şeylər ki, valideyn səni Allaha asiliyə çağırır, o şeylərdə valideynə asilik yox. Valideynə itaat yoxdur. Amma bir şey qardaşlar səhv salır həmişə. Məsələn, valideyn hansısa bir haramı istəyir övladından və o elə başa düşür ki, valideyni ondan hansısa bir haramı istədiyinə görə artıq valideynə itaat tamamilə düşür. Tamamilə etmir. O məsələdə itaat edəmirsən. Mən siqaret alarsan gələndə, almırsan. Gələndə oradan məni çıxar dükandan, almırsan. Amma başqa şeylərdə yenə də itaat qalır. Valideyn deyir ki, saqqalını qırx, şəriətimiz deyir ki, olmaz, haram. Valideyn deyir ki, topuqdan aşağı geyin şalvarı, söz-söhbət olur. Muhammed sallallahu aleyhi ve sellem haram olduğunu bildirir və ona görə əzab veriləcəyindən danışır. Əlbəttə, fikir vermirsən, baxmırsan onlara. Allah bilir doğrusunu. Olmaz. İnsanlar qınayacaq, insanlar arasında fitnə olacaq deyə gəlib insan günah eləməməlidir. Doğrusunu Allah. Nasıl böyle şey yapıyorsun? Ben bunu anlamadım.